Salam, rasional ifadələr mövzusunun qayda izahına baxırıq. Əvvəl ədədi ifadələr nə deməkdir? Əməl işarələri və mötərizələrin köməyi ilə yalnız ədədlərdən təşkil olunan ifadələrə ədədi ifadələr deyilir. Məsələn, yazaq ki, 5 vurulsun, 4 toplansın, 6-da 5. Və yaxud da ki, məsələn, 5 toplansın, 8/2. Belə ifadələr ədədi ifadələrdir və hər bir ədəd də ədədi ifadə hesab olunur. Məsələn, 5 bu bir ədədi ifadə hesab olunur. Bir də var dəyişəni olan ifadələr. Dəyişəni olan ifadə nə deməkdir? Artıq burada ifadədə dəyişən iştirak edərsə, bu ifadələrə dəyişəni olan ifadələr deyilir. Məsələn, 5x toplansın 9 və yaxud da 6x-in kvadrat toplansın 7x toplansın 9 və s. Belə ifadələr artıq dəyişəni olan ifadələr hesab olunur. Və dəyişənin bütün mümkün qiymətlərində doğru olan bərabərliyə eynilik deyilir. Məsələn, 5 vurulsun, x toplansın 9 bərabər olur 5x toplansın 45. Bunlar artıq eynilik hesab olunur. Qüvvət və xassələri haqqında danışsaq, deməli, tərifi belədir ki, n böyükdür 1 olduqda hər biri a-ya bərabər olan n vuruğun hasilinə a ədədinin n natural üslü qüvvəti deyilir. Məsələn, a vur a, vur a, vur a yazırıq, vur nöqtələr, vurulsun a. Və bunların sayı n saydadır. Bu zaman bunu bərabərdə a üstü n kimi yaza bilərik. A burada qüvvətin əsası, n qüvvətin üstü adlanır. Bir də ki, qüvvətin qiymətinin tapılmasına qüvvəti yüksəltmə əməli deyilir. Məsələn, 5-in kvadratı, bu 5-in ikinci, belə deyək də, 2 qüvvətinə yüksəldilməsi və yaxud da 5 üstü 2 kimi deyə bilir və yaxud da 5-in kvadratı kimi 5-in kvadratı alınır ki, burada 25 və yaxud da məsələn, tutaq ki, sən 2 üstü 6-ını tapırsan, burada alınır 64. Yəni, bu formada qüvvətin qiymətinin tapılmasına qüvvətə yüksəltmə əməli adlanır. Bir də qüvvətin xassələri haqqında danışaq. Burada artıq düsturlar qeyd etmişəm, cavablarını yazıram. A üstü 0. A istənilən bir ədəd ola bilər. İstənilən bir ədədin sıfırıncı qüvvəti bizə 1 vermiş olur. A üstü 0 1-dir. Məsələn, baxın, 5 üstü 0 bərabərdir 1 alınır. Və yaxud da məsələn, tutaq ki, yazıram, e üstü 0 bizə 1 verəcək və s. A üstü 1 a vermiş olur. Məsələn, 9 üstü 1 bərabərdir 9 alınmış olur. Sonra baxın, əsaslar eyni olanda a üstü n vurulsun a üstü n. Bu zaman a qalır, qüvvətlər toplanılır. A üstü n plus n formasında. Məsələn, tutaq ki, yazıram, 2-nin kubu vurulsun 2-nin kvadrat. Bu zaman 2 üstü 3 plus 2, yəni 2 üstü 5 alınmış olur. Sonra baxın, a üstü n bölünsün a üstü n. Əsaslar eynidir, amma bölmə əməlidirsə qüvvətlər çıxılır. A üstü m çıxılsın n. Misal yazaq buna aid. Məsələn, 7 üstü 5 bölünsün 7-nin kvadrat. Bu zaman 7 üstü 5 çıx 2 alınır. Bu da sənə 7-nin kubunu verəcək. Sonra a üstü m üstündə yenə n varsa bu formada, mötərizəli formada, bu zaman qüvvətlər vurulur. Alınır a üstü n vurulsun n formasında. Məsələn, buna aid bir misal yazaq. Tutaq ki, 5-in kvadratı və kubu var üstündə. Bu zaman 5 üstü 2-ni 3-ə vurursan 6 alınmış olur. 5 üstü 6. A üstü mənfi n var. Bu zaman belə olur. 1 bölünsün a üstü n kimi. Bax, ədədin mənfi qüvvəti tərsinin müsbət qüvvəti olmuş olur. Məsələn, yazırsan ki, 5 üstü mənfi 2 yazmısan. Bu zaman alınır 1 bölünsün 5-in kvadratı. Bu formada. Və yaxud da bu, belə deyək də, tərsinin müsbət qüvvəti 5-də 1-in kvadrat. Bu da ki, 1-in kvadrat 1-dir deyənə 1 böl 5-in kvadratı düzəlmiş olur. Sonra baxın, BDA üstü mənfi n var. Bax, BDA-nın qüvvətində mənfi n var. Bu zaman bu A-da B üstü müsbət n olmuş olur. Məsələn, baxın, bir kəsr yazaq. 7-də 2 üstü mənfi 5 yazıram. Bu bərabərdir
Bax, tərsinin müsbət qüvvəti olur. 2-də 5 üstü. 2-də 5 deyirəm. 2-də 7 üstü müsbət 5. 2-də 7 üstü müsbət 5. Sonra baxın, A vurulsun B üstü N var. Bunu belə yaza bilərik. A üstü N vurulsun B üstü N kimi. Buna aid bir misal yazdaq. Məsələn, 15-in qüvvətində 4 yazıram. 15 bilirsən ki, 3 vurulsun 5 deməkdir. Onda 15-i 3 vurulsun 5 üstü 4 yaza bilərsən. Bunu da ayrı-ayrı 3 üstü 4 vurulsun 5 üstü 4 kimi yaza bilərsən. Sonra baxın, yenə bölmədə də eyni formada ayrı-ayrı qüvvətlərdə yaza bilərsən. A üstü N bölünsün B üstü N kimi. Bir də bu var. Burada n-ci dərəcədən, kök altında n-ci dərəcədən A üstü N varsa, bunu kəsr qüvvət kimi A üstü deməli N bölünsün N kimi yaza bilərsən. Məsələn, kök altında 5 varsa, biz bilirik ki, kökün dərəcəsi ən azı 2 olur. O da yazılmır. Onda bu 5 üstü 2-də 1 olur. Burada da heç nə yoxdursa 1 hesab olunur. Sonra məsələn, kök altında 5-ci dərəcədən 7 üstü 4 var. Bu da 7 üstü 5-də 4 kimi yazıla bilər. Baxın, bu formada. Növbəti baxaq. Burada bunlar haqqında danışaq. Deməli, baxın, A çıx B üstü 2-yə yazıblarsa, bunu biz həmçinin belə yaza bilərik. Kvadratdırsa, yəni ki, cüt qüvvətdirsə, A çıx B üstü 2-yə biz bunu B çıx A üstü 2-yə yaza bilərik. Bir-birinə bərabər ifadələr alınır. Məsələn, baxın, A çıx B-nin kvadratı elə bərabər olur B çıxanın kvadratına. Yadda saxla. A çıx B üstü 2n plus 1. Bu dəfə tək qüvvətdir. Tək qüvvətdirsə artıq mənfi qabağa çıxır. B çıx A üstü 2n plus 1 yaza bilərik. Yəni, baxın, məsələn, A çıx B-nin kubudursa, bu bərabər olur mənfi B çıxanın kubu. Bununla bağlı dim test toplusunda sual da var. Orada həmin sualda artıq bunu tətbiq edib tapırıq. Mənfi A üstü 2n varsa, bu bizə elə A üstü 2n verir. Çünki baxın, mənfi mötərizənin içərisindədirsə, həmin o cüt qüvvət mənfiyə təsir edir, mənfini itirir və nəticə sıfırdan böyük olur. Amma baxın, mötərizəsizdirsə, mənfi A üstü 2n artıq bu yəni kvadrat olsun və yaxud da 4-cü qüvvət olsun. Cüt qüvvət olduğu üçün normalda mənfini itirir. Amma burada mötərizəsiz olduğu üçün bu cüt qüvvət təkcə A-ya aiddir. Mənfiyə heç bir aidiyyat yoxdur deyənə mənfi qalır. Burada A üstü 2n yazmış olursan. Sonra burada bəzi xassələr var. N natural ədəddir və birdən də fərqli bir ədəddir. Bu zaman A birdən böyükdürsə, A üstü N böyükdür A olmuş olur. Məsələn, belə düşün. 2-ni götürər, 2 birdən böyükdür. Onda, məsələn, 2-nin kvadratı əlbəttə ki, 2-dən böyük olmuş olur. Amma A 0-la 1 arasında olsa, bu zaman A üstü N A-dan balaca olur. Məsələn, 0-la 1 arasında götürək 2-də 1. 2-də 1-in, məsələn, götürək kvadratını. 2-də 1-in kvadratı artıq 2-də 1-in özündən balaca olmuş olur. Çünki 2-də 1-in kvadratı 4-də 1 alınır. 4-də 1 də ki, 2-də 1-dən balaca olmuş olur. Sonra artıq burada baxın, A mənfi 1-dən bir dəqiqə burada biraz səhv gedib, bunu düzəldim. A mənfi 1-dən 0 arasında olarsa, baxın. A mənfi 1-dən 0 arasında olarsa, bu zaman A üstü N böyükdür A olmuş olur. Məsələn, olsun mənfi 2-də 1. Mənfi 2-də 1-in kvadratını götürürəm. Bu artıq mənfi 2-də 1-dən böyük olur. Çünki mənfi 2-də 1-in kvadratı müsbət 4-də 1 alınır. Bu da ki, mənfi 2-də 1-dən böyükdür. Və yaxud da tək qüvvət də olsa, məsələn, kubu olsa, məsələn, bunu silirəm. Kubu üçün yazıram, tək qüvvət üçün. Məsələn, mənfi 2-də 1-in kubu olsun. Bu artıq yenə mənfi 2-də 1-dən böyük alınır. Çünki bu alınır mənfi 8-də 1. Mənfi 8-də 1 də 0-a daha yaxın olduğu üçün mənfi 2-də 1-dən böyükdür. Yəni, biz bilirik ki, mənfi müsbət ədədlər var. Artıq mənfi ədədlər 0-a yaxın olanlar daha böyük olur. Məsələn, mənfi 1 mənfi 2-dən böyükdür. Çünki daha çox 0-a yaxındır. Bu da mənfi 8-də 1 mənfi 2-də 1-ə nisbətən 0-a daha yaxın olduğu üçün mənfi 8-də 1 mənfi 2-də 1-dən böyük alınır. Sonra 4-cü xassəmiz A mənfi 1-dən balacadırsa, məsələn, mənfi 2 olsun. Bu zaman
Bunun üçün də artıq 2 dənə xəstə var. Əvvəlcə onları qeyd edim, sonra misal göstərərəm. Baxın, A üstü 2n, yəni cüt qüvvətlisə A-dan böyükdür. Amma A üstü 2n plus 1, yəni tək qüvvətlisə bu zaman A-dan balaca olmuş olur. Məsələn, elə mənfi 2-ni götürək. Mənfi 2-nin tutaq ki, üzərində 4 var. Bu dəfə fərqli bir qüvvət yazaq. Bu artıq mənfi 2-nin özündən böyük olur. Çünki mənfi 2 üstü 4 sənə verəcək. Nə qədər? 16. 16 böyük olur mənfi 2-dən. Amma tək qüvvət olsa, baxın, mənfi 2-nin kubunu yazıram. Bu artıq mənfi 2-dən balaca olur. Çünki mənfi 2-nin kubu mənfi 8 verir. Mənfi 8 mənfi 2-dən balacadır. Bir də bəzi qeydlər var. Mənfi ədədin kəsr üslü qüvvətinə baxılmır. Yadda saxlayın. Mənfi ədədin kəsr üslü qüvvətinə baxılmır. Məsələn, mənfi 5 üstü tutaq ki, yazıblar. 2-də 1 artıq. Məsələn, buna baxılmır. Sıfırın yalnız müsbət üslü qüvvətinin mənası var. Sıfırın yalnız müsbət üslü qüvvətinin mənası var. Yəni, sıfır üzərində mənfi qüvvətlər yazsaq, onların artıq mənası yoxdur. Bunları da yadda saxla. İndi danışaq birhədlilər haqqında. Birhədli nə deməkdir? Ədəd, dəyişən və onların natural üslü qüvvətlərindən, baxın, qüvvətlərindən ibarət olan ifadə birhədli deyilir. İndi hansı ifadələr birhədli olur, hansı olmur, onlar haqqında danışaq. Məsələn, birhədlidir, birhədlidir. Bu sol tərəfdə birhədliləri, sağ tərəfdə isə birhədli deyilləri yazarıq. Birhədli deyil. Məsələn, baxın indi. Tutaq ki, yazıram 5x-in kvadrat, y-in kubu. Bu birhədlidir. Amma yazsam ki, 5x üstü mənfi 2, y üstü tutaq ki, mənfi 7. Artıq bunlar birhədli deyil. Mənfi qüvvət varsa birhədli deyil. Sonra yazıram 0,7 x-in kubu yazıram məsələn. Amma məsələn yazıram ki, artıq 5x-in kubu bölünsün tutaq ki, y yazıram. Artıq baxın, məxrəcdə dəyişən varsa birhədli deyil. Amma məsələn belə əmsal onluq kəsri ola bilər. O heç. Amma məxrəcdə dəyişən varsa birhədli deyil. Sonra məsələn baxın, tutaq ki, yazıram 7a bölünsün 8. Belə bir ifadədirsə, məxrəcdə ədəd varsa bu birhədlidir. Birhədli ola bilər. Sonra məsələn yazıram, tutaq ki, b üstü 7 yazıram məsələn. Bu birhədlidir. Amma məsələn yazsam b üstü 1,6 və yaxud da tutaq ki, m üstü 0,7. Bunlar artıq, baxın, kəsr üslü qüvvət varsa, bunlar artıq birhədli deyil, yadda saxla. Və bir də məsələn bir ədəd yazıram, tutaq ki, 9. Bu ədəd adi bir ədəd yazdım, bu birhədlidir. Amma toplama çıxma varsa, məsələn 4x toplansın, 9 var məsələn. Və yaxud da 5x çıxılsın, 2. Və yaxud da başqa nəsə ifadələr olsun, toplama çıxma istifadə olunursa, bu zaman bunlar birhədli hesab olunmur. Və birhədlinin standart şəkli var. O nə deməkdir? Birinci vuruğu ədəd olmaqla müxtəlif dəyişənlərin müəyyən natural qüvvətlərinin hasili şəklində yazılmış birhədliyə onun standart şəkli deyilir. Məsələn, 7 yazmışam. A-nın kubu, x-in kvadratı, y. Bu artıq standart şəkildə olan bir ifadədir. Çünki burada ədəd əmsal kimi qabaqdadır və dəyişənlər də hamısı bir yerə yığılan formada, yığılmış formadadır. Amma belə bir şey yazsam məsələn, 7a-nın kubu, 8x-in kvadratı a və y-in kubu y. Belə bir şey yazsam, bu artıq birhədli, yəni standart şəkildə olan birhədlidir, amma standart şəkildə deyil. Bunu standart şəklə gətirmək üçün bir yerə yığmaq lazımdır. Məsələn, 7 ilə 8, 56. Arada heç nə yazılmayıbsa vurma deməkdir. Bu formada 7 ilə 8, 56 yazıram. A üstü, baxın, A-nın kubu A vardı. A üstü 4. Sonra x-in kvadrat, y üstü 4 yazıram. Bu formada yazsam artıq bu standart şəkilə gəlmiş hesab olunur. Sonra əmsal nə deməkdir? Əmsal, yəni ki, burada artıq, baxın, bunlar da elə, məsələn, 7 əmsal kimi, məsələn, 56 əmsal kimi. Tərif də belə deyirik ki,
Standart bir həllidə hərfi vuruqlardan əvvəl yazılan ədədi vuruğa əmsal deyilir. Məsələn, tutaq ki, yazıram mənfi 2x-in kubu, burada mənfi 2 əmsaldır. Və yaxud da yazıram x-in kvadratı, bunun əmsalı artıq 1 hesab olunur. Və yaxud da yazıram mənfi x-in üstü 5, bu artıq bunun əmsalı mənfi 1 hesab olunur. Bir də bir hədlidə qüvvət anlayışı var və yaxud da dərəcə deyə bilərik. Bir hədlidə dəyişənlərin üstləri cəminə bir hədlinin qüvvəti və yaxud da dərəcəsi deyilir. Dəyişənlərin yalnız dəyişənlərin qüvvətləri cəminə bir hədlinin qüvvəti deyilir. Məsələn, baxın burada tutaq ki, yazıram 2-nin kubu x üstü 6, y üstü 7. Burada artıq sadəcə dəyişənlərin qüvvətləri cəmi 6 plus 7, 13. Bu bizə bir hədlinin qüvvətini vermiş olur və yaxud da dərəcəsini. Və var oxşar bir hədlilər. Oxşar bir hədlilər nədir? Onları buranı silib deyirəm. Oxşar bir hədli o deməkdir ki, yalnız əmsalları ilə fərqlənən bir hədlilərə oxşar bir hədlilər deyilir. Məsələn, 7, b-nin kubu, y üstü 7 yazıram və bir də 9, b-nin kubu, y üstü 7 yazıram. Baxın, əmsallar fərqlidir, amma dəyişən hissələri eynidir. Və yaxud da məsələn, 7x-in kvadrat yazıram, bir də 5x-in kvadrat yazıram. Artıq bunlar oxşardılar. Və var əks bir hədlilər. Əks bir hədli nə deməkdir? Əks bir hədli yalnız işarələrlə fərqlənən bir hədlilərə əks bir hədlilər deyilir. Yəni, həm əmsalları, həm hərf hissələri eyni olur. Sadəcə biri mənfi, biri müsbəti olur. Məsələn, yazıram ki, a-nın kubu b üstü 4. Bir də yazıram mənfi a-nın kubu b üstü 4. Bunlar əks bir hədlilərdir. Yalnız əmsalları ilə fərqlənir. Və yaxud da yazıram mənfi 5-də 2 x kvadrat y-in kubu və 5-də 2 x-in kvadrat y-in kubu. Baxın, yalnız işarələri fərqlidir. Bir mənfi, bir müsbətdir. Amma qalan hər şey eynidir. Bunlar əks bir hədlilər hesab olunur. İndi baxın, bir neçə maraqlı suala baxaq. DİM test toplusundan götürdüyüm suallardır. Bunların izahına baxaq. Sonra çox hədlilər haqqında danışarıq. Dil ifadəsinin qiymətini hesablayın. Rahat bir sualdır. Amma bəzən şagirdlər çaşdıra bilir. Baxın, indi yazıram həllini. 12 üstü 6 yazıblar. 12-ni biz 2-nin kvadratı vurulsun 3 yaza bilərik və üzərində 6 var. 25-i 5-in kvadratı yaza bilərik və qüvvətində yenə kvadrat var. Bölünsün. Tam izahlı yazıram. Birbaşa da lap yaxşı bilənlər birbaşa da yaza bilər. Şagirdlərdən söhbət gedir. Amma mən izah edirəm deyən əlbəttə ki, bütün şagirdlərə uyğun həll etməliyəm ki, hər kəs başa düşsün. 27-ni 3-ün kubu kimi yazaram. Biraz yaxşı yazım. 3-ün kubu. 10 üstü 7. Onu mən 2 vur 5 kimi yazıram və üzərində 7 var. 8 üstü 7. 8 2-nin kubu deməkdir. Qüvvətində 7 yazıram. Vurulsun. 15-i baxın 3 vurulsun 5 üstü 4 kimi yazıram. 2 üstü 17 qalsın yerində. Bölünsün 9-un kubu. 9 3-ün kvadratıdır və üzərində kubu var. Tam izahlı yazıram. Baxın. İndi nə edərik? 2-nin kvadratı bir də baxın qüvvətdə 6 var. Bu 6 qüvvəti artıq hər birinə aiddir. Onda bu zaman 2 6-ya vurulur 12. 2 üstü 12. 3 üstü 6. Və 5 üstü də 2-ni 2-yə vurarsan artıq 4 alınır. Bölünsün. 3-ün kubu. 2 üstü 7. 5 üstü 7, 2 üstü 3 dəfə 7, 21 alınır. Qüvvətlər baxın, burada bir-birinə vurursan. Vurulsun yenə 3 üstü 4, 5 üstü 4, 2 üstü 17, 3 üstü 2-ni 3-ə vurarsan 6, bərabərdir. İndi bəzi ixtisarları edə bilərsən və yaxud da biraz sadələşdirib sonra ixtisar edə bilərsən. Məsələn, burada elə birbaşa ixtisarlara aparaq gəlin. Məsələn, 5 üstü 4, 5 üstü 7 ilə gedir, 5-in kubu qalır burada. Sonra 5-in kubu ilə də bax, 5-in kubu ilə 5 üstü 4 gedir, burada 5 qalır. Aha. Sonra 3 üstü 6 ilə 3-ün kubu gedir, burada 3-ün kubu qalır. 3-ün kubu ilə də 3 üstü 6 gedir, burada 3-ün üstü 3 qalır. 3-ün üstü 3 ilə də 3 üstü 4 gedir, burada 3 qalmış oldu. Sonra 2 üstü 12 ilə 2 üstü 21 ixtisar gedəndə burada 2 üstü 9 qalmış olur. 2 üstü 9 ilə 2 üstü 17 gedir. Burada
2 üstü 8 qalır. Sonra baxın, 2 üstü 8 ilə 2 üstü 7 gedir. Burada 2-nin 1-i qalır. Demək olar hər şeyi ixtisar apardıq və yerdə qalanları vururuq bir-birinə. Yerdə qalanlar yuxarıda 3 qaldı, 5 qaldı, bir də 2 qaldı. 3 dəfə 5, 15, 2-yə vursaq 30 eləmiş oldu. A variantı baxın bu formada hesabladıq. Növbəti baxın belə bir sual var. Bu da maraqlı sualdır. İzahına baxaq. Bax 3 üstü 15 toplansın 3 üstü 13 var. Orada hər ikisində ortaq 3 üstü 13 var. Çünki biz 3 üstü 15-i baxın 3 üstü 13 ya da aşağıda daha izahlı yazım. Gəlin baxın. 3 üstü 15-i belə yaza bilərik. 3 üstü 13 vurulsun 3 üstü 2 kimi toplansın. 3 üstü 13 dək elə 3 üstü 13 yazıram. Bir də vurulsun 1 yazıram. Zaten vursaq bunları yenə eyni şey alınmış olur. 3 üstü 13 alınır. Niyə 1 yazdım? Ortaq vuruq çıxardanda rahat görünsün. Deməli, nə edə bilərik indi buradan? 3 üstü 13-ü ortaq çıxardıram. Mötərizə xaricinə qalır. 3-ün kvadrat toplansın. Baxın 1. 3 üstü 13 elə özü qalsın. 3-ün kvadrat plus 1-də ki 10 alınmış oldu. Sonra nə edərəm indi? Gətirib orada yerinə qoyaram. Amma əvvəl buranı da sadələşdirim. Yenə 3 üstü 14 toplansın 3 üstü 12 var. Buradan da 3 üstü 12-ni çıxartdım. Qalır 3-ün kvadrat toplansın 1. Bu da verəcək bizə 3 üstü 12 vurulsun 12. 1024 var. 1024-ü də 10 üstü, daha doğrusu 10 üstü deyirəm. 2 üstü 10 kimi yaza bilərik. 2 üstü 10. İndi aparıb yerinə qoyaq. Sadələşdirdiyim şeyləri yerinə qoyuram. Baxın. Bunun yerinə yazaram. 3 üstü 13 vurulsun 10. 2 üstü 9 qalır yerində bölünsün. Məxrəcə yenə bax bunun yerinə yazıram. 3 üstü 12 vurulsun 10. Vurulsun 2 üstü 12 mi? Bərabərdir. Deməli, onlar ixtisar gedir. 3 üstü 13 ilə 3 üstü 12 ixtisar gedir. 3 qalmış olur. Aşağıda da baxın 2 qalmış olur. 3-ü də 2-yə böləndə 1,5 eləyir, amma cavabı elə-belə veriblər. A variantı saxlayaq. Növbətin danışaq çoxhədlilər haqqında. Çoxhədli nə deməkdir? Bir hədlilərin cəbri cəminə çoxhədli deyilir. Bir hədlilərin cəbri cəminə çoxhədli deyilir. Məsələn, yazıram. Tutaq ki, 7x-in üstü 5 çıxılsın. X, y kvadrat yazıram. Toplansın 9. Belə bir ifadə çoxhədlidir. Sonra məsələn, tutaq ki, 5-də 2x-in kubu toplansın y üstü 7. Bunlar çox hədlidir. Baxın, bunlar yazıram. Çox hədlidir, çox hədli. Amma nə çox hədli deyil. Məsələn, yazıram. 7x-in kvadrat toplansın 5 m üstü mənfi 4 yazıram. X-in kvadratı. Baxın, burada mənfi qüvvət varsa bu çox hədli hesab olunmur artıq. Sonra məsələn, baxın, yazıram. 7a-nın kvadrat bölünsün 9 toplansın 5-də 2 x-in kvadratı. Bu da baxın 9b yazacaqdım burada. Burada baxın, yenə baxın. Məxrəcə dəyişən varsa, bu artıq yenə çox hədli deyil. Və yaxud da məsələn, tutaq ki, yazıram 7x-in kubu y üstü mənfi 2-də 1 toplansın 12. Baxın, mənfi kəsr üstü qüvvət və yaxud da ümumiyyətlə kəsr qüvvət olsa 2-də 1 yazaq elə. Ümumiyyətlə kəsr qüvvət varsa bu çox hədli hesab olunmur. Çox hədli deyil. Fərq yoxdur. Mənfi və yaxud da müsbət kəsr üstü qüvvət varsa bu çox hədli deyil. Yadda saxlayın. Çox hədlilərlə bağlı dim test toplusundan maraqlı bir testin izahına baxaq. M çox hədlisinin dərəcəsi 7, n çox hədlisinin dərəcəsi 9 olarsa, m çıx n-in kvadratı vurulsun m çox hədlisinin dərəcəsini tapın. Baxın, m-ə yazıram, m bərabərdir x üstü 7, m bərabərdir yazıram, x üstü 9 və gətirib baxın, burada yerinə yazıram. Burada. M-in yerinə x üstü 7 çıxılsın, n-in yerinə x üstü 9 yazıram, kvadratı, bir də vurulsun. M-in yerinə artıq yenə x üstü 7 yazıram. Bizə bunun hamısını kvadrata yüksəltməyə əslində ehtiyac yoxdur. Böyük qüvvət hansı olar, ona baxmalıyıq. Baxın, burada olar. Kvadrata yüksəldə də bilərsən, çox da çətin bir proses deyil, amma heç ehtiyac yoxdur ona. Bəlkə böyük qüvvət olsaydı, onda nə edərdin? Ona görə birbaşa qaydasını göstərim.
X üstü 9 burada böyük qüvvətdir. Onun da kvadratı bizə verəcək x üstü 18. Yəni ən böyük qüvvət bu olar. Bizə böyüyü lazımdır. Çünki çoxhədlisinin dərəcəsi, çoxhədlinin dərəcəsi onun tərkibindəki ən böyük qüvvətli bir hədlinin qüvvəti ilə eyni olur. Birazdan onu deyərəm bir də izahlı formada. X üstü 18 vurulsun x üstü 7. Burada da vurma olanda qüvvətlər toplanılır. X üstü 18 toplansın 7, 25 alınır. Deməli, verilən çoxhədlinin dərəcəsi 25 alınmış oldu. Ümumiyyətlə, çoxhədlinin dərəcəsi dediyim kimi, onun tərkibindəki ən böyük qüvvətli bir hədlinin qüvvəti ilə eyni olur. Məsələn, yazıram ki, məsələn, nə yazım? X üstü 7 toplansın 5, x-in kubu, y üstü 7 toplansın, məsələn, y üstü, məsələn, yazıram 12 formada. İndi baxın, bunun tərkibində 3 dənə bir hədli var. Bu bir hədlinin qüvvəti 7-dir, bu bir hədlinin qüvvəti 10-dur, bu bir hədlinin qüvvəti 12-dir. Ən böyük dərəcə 12 olduğundan, deməli, bu çoxhədlinin dərəcəsi 12-dir. Baxın, bu formada tapılır. Bir də standart şəkildə çoxhədli nədir, onu deyək. Məsələn, yazıram ki, 7x-in kvadratı toplansın 6x-in kubu, toplansın, məsələn, yazıram, yenə 2x-in kvadrat. Artıq baxın, burada da 7x kvadrat var, bu da 2x kvadrat var. Deməli, bu bir hədli standart şəkildə deyil. Amma mən belə yazsam, bunlar toplasam bir-biri ilə, yazsam 9x-in kvadrat toplansın 6x kub, bu artıq standart olmuş olur. Standart şəkildə çoxhədli hesab olunmuş olur. Və bəzi xassələr var, onlar haqqında danışaq. Belə bir sual verilə bilər ki, verilən çoxhədlinin əmsalları cəmini tapın. Əmsalları cəmini tapmaq üçün dəyişənlərin yerinə 1 yazılıb hesablanır. Dəyişənlərin yerinə 1 yazıb hesablanır. Amma ixtiyari çoxhədlinin sərbəst həddini tapın deyirlərsə, verilən bir çoxhədli olur. Deyir, bu çoxhədlinin sərbəst həddini tap. Bu zaman dəyişənlərin yerinə 0 yazıb hesablayırsan. Baxın bu formada. İndi isə müxtəsər vurma düsturları haqqında danışaq. Əvvəlcə düsturları yazaq, sonra bunlarla bağlı testlərin izahına baxarıq. A toplansın B-nin kvadratı, alınır A kvadrat, toplansın 2AB, toplama B kvadratı. A plus B-nin kvadratı üçün köməkçi düstur var ki, A çıx B-nin kvadratı plus 4AB. Sonra A çıx B-nin kvadratı əsas düstur belədir ki, A kvadrat çıxılsın 2AB, toplansın B kvadratı. Bir də bunun əlavə düsturu var ki, A çıx B-nin kvadrat bərabər də alınır, A toplansın B-nin kvadrat, çıxılsın 4AB. A kvadrat toplansın B kvadratını biz A plus B-nin mötərizə kvadratı ilə hesablasaq belə alınır. A plus B-nin kvadratı çıxılsın 2AB. Həqiqətən baxın, bunun kvadratı verəcək bizə A kvadrat toplansın 2AB plus B kvadrat. Bir də çıx 2AB yazsaq artıq A kvadrat plus B kvadrat düzəlmiş olur. Sonra A kvadrat plus B kvadratını A çıx B-nin mötərizə kvadratı ilə yazsaq alınır A çıx B-nin kvadratı toplansın 2AB. A çıx B-nin, daha doğrusu A kvadrat çıx B-nin kvadratının qaydası budur ki, A çıx B, A plus B olmuş olur. Əsas düsturdur bu da. Sonra A plus B-nin mötərizə kubu. A plus B-nin mötərizə kubunun əsas düsturu belədir ki, A kubu toplansın 3A kvadratı B, toplansın 3AB kvadratı, bir də topla B kubu. A çıx B-nin kubu da A kubu çıxılsın 3A kvadratı B, toplama 3AB kvadratı, çıxılsın B kubu. A kub plus B kubunda da belə olur ki, A plus B, A kvadratı çıxılsın AB plus B kvadratı formasında. A kub plus B kub üçün köməkçi düsturda var ki, artıq o belədir ki, A plus B vurulsun. O biri mötərizənin daxilində artıq A plus B-nin mötərizə kvadrat çıxılsın 3AB. Sonra belə bir düstur var. A kub çıx B kub üçün əsas düstur belədir. A çıx B. O biri mötərizədə hamısı toplama olur. A kvadrat plus AB plus B kvadrat. Köməkçi düsturdakı belədir. A çıx B vurulsun. A çıx B-nin kvadratı. 3AB. Baxın, bu formada
tapılır. Bir də bununla bağlı və bu düsturlardan həm əsas, həm köməkçi düsturlardan istifadə edib testlər hesablanır və bunların hamısını yaxşı-yaxşı bilməlisiniz. Burada bir də göstərim. Əsas düstur, baxın, bu düsturdur. Bu da əsasdır. Və bu əsas düsturdur. Bu əsasdır. Sonra bu da əsas düsturdur. Bu da əsas düsturdur. Və bu da əsas düsturdur. Qalan yerdə qalanlar isə köməkçi əlavə düsturlardır. İndi bununla bağlı, yəni ki, müxtəsərlə bağlı bir testin izahına baxaq. DİM test toplusunda var bu test. A toplansın B bərabərdir 10, AB bərabərdir -7 olduqda A kvadrat plus B kvadratını tapın deyir. Baxın indi. A kvadrat plus B kvadratı bərabər olurdu ki, A plus B-nin mötərizə kvadrat çıxılsın 2AB. Baxın, bayaqki orada olan düstur. Və burada yerinə qoyursan A plus B-nin kvadratı 10 kvadrat çıxılsın 2AB-dəki 2 vurulsun -7. Onun kvadratı 100 alınır. Mənfinin mənfi təsiri toplansın 14 verəcək 114. Yəni D variantı alınmış oldu bu formada. İndi danışaq ifadələrin ən kiçik və ən böyük qiymətinin tapılması haqqında. Deməli, AX kvadrat toplansın BX toplansın C. A bərabər deyil 0 şəklində olan çoxhədli kvadrat üçhədli deyilir. Və burada əgər A sıfırdan böyükdürsə, bu zaman bu çoxhədli üçün, bu üçhədli üçün ən kiçik qiymət tapılır. Yəni ki, Ə şıqqı tapılır. Və ən kiçik qiymət tapmaq üçün düstur belədir ki, n bərabərdir 4AC çıxılsın B kvadrat böl 4A. Və bizdən soruşanda ki, verilən çoxhədli, verilən ifadə özünün ən kiçik qiymətini dəyişənin hansı qiymətində alır? Baxın, dəyişənin hansı qiymətində ən kiçik qiymətini alır soruşanda bu zaman M düsturundan n bərabərdir -B böl 2A düsturundan istifadə olunur. Amma A sıfırdan balacadırsa, yəni ki, x-in kvadratının əmsalı mənfidirsə, bu zaman ən böyük qiymət tapılır, ƏBQ. Bu da yenə həmin bu düsturlarla tapılır. Yəni ki, ifadənin ən böyük qiymətini tapın deyəndə bu düsturdan istifadə olunur. Dəyişənin hansı qiymətində ən böyük qiymətini alır deyəndə bu düsturdan istifadə olunur. Amma ən böyük və ən kiçik qiyməti tapmaq üçün tam kvadrata ayırmaqla da tapmaq olar. Görün, buna bağlı bura misal qoymuşam. Bəli, belə bir misal var. Deyir, ifadəsinin ən kiçik qiymətini tapın. Bunu həm tam kvadrata ayırmaqla, həm də ki, düsturla da tapmaq olar. Gəlin bunu tam kvadrata ayırmaqla yazaq. Düsturla zaten düsturlar bilən tapar, yerinə qoyar. Amma burada əslində tam kvadrata ayırmaq daha əlverişli olar. Çünki həm x, həm y var. Daha çox bir dəyişənli olanlar üçün, yəni ki, yalnız x olan olsa, yalnız y olan olsa, onlar üçün düstur səmərəli hesab oluna bilər. Burada amma gəlin tam kvadrata ayırmaqla yazaq. X-ləri bir qruplaşdırarıq. 9x kvadrat var burada. Çıxılsın 6x. Baxın, 9x kvadrat var, çıx 6x var. Toplansın burada nə olsa tam kvadrata yaranmış olar. Toplansın 1 olsa əgər, bizə bu 3x-1-in mötərizə kvadratını verir. Toplansın y kvadrat var, çıxılsın 2y var. Toplansın 1 olsa əgər, bu bizə y-1-in mötərizə kvadratını vermiş olar. Özümdən 1, 2 əlavə etdimsə 2-ni də çıxmalıyam və yaxud da belə eləyə bilərəm. 19-u 1 plus 1 plus 17 kimi yazıb, birini buna vermiş oldum, birini buna vermiş oldum. Bir də toplansın 17 yazıram. Yenə baxın, bu ədədləri toplasaz cəm 19 eləmiş olar. Və indi baxın, bu hissə bizə vermiş olar 3x-1-in mötərizə kvadratını. Baxın, bu hissə isə vermiş olar, bir dəqiqə, rəngi götürün. Bu hissə vermiş olar y-1-in mötərizə kvadratını. Bir də toplansın 17. Və burada bizdən ən kiçik qiymətini istəyir. Bu kvadrat ifadənin ən kiçik qiyməti 0-dır. Bunun da ən kiçik qiyməti 0-dır. Toplansın 17 var. 0 toplansın 0 toplansın 17. Vermiş olur 17. Doğru cavab Y variantı alınmış oldu. Sonra belə bir ifadə var. Deyir, ifadəsinin ən kiçik qiymətini tapın. İndi baxın burada. Burada artıq biraz fərqlilik var. 2x-in kvadrat toplansın 7-nin kvadrat. 2x-in kvadrat toplansın və toplama varsa, bunun üçün artıq ən kiçik qiyməti 0 tamamilə, yəni ki, ən kiçik qiyməti 0 götürə bilmərik.
Artıq bu x-in kvadrat, bunun üçün 0 götürə bilərik. Bu zaman bura 0-a gedir. 0 plus 7, 7-nin kvadrat 49 alınır bunun ən kiçik qiyməti. Toplansın. Amma çıxma varsa, bunun ilə birbaşa bütöv ən kiçik qiyməti 0-dır. Bir də çıx 24 var. Bu da alınır. 49 çıx 24, 25. Deməli, verilən ifadənin ən kiçik qiyməti 25 alınmış oldu. Çoxhədlilərin vurulması necə olur bəs? Əvvəlcə bir hədlinin çoxhədliyə vurulmasını göstərim. Bir hədlinin çoxhədliyə vurmaq üçün, məsələn, 3x-in kvadratı vur, 2y-in kubu çıx, 5x plus 4 var mötərizənin daxilində. Bu zaman 3x kvadratını mötərizə daxilindəki hər bir həddə vururuq. Yəni ki, həm buna vurarsan, həm buna vurarsan, həm də ki, buna vurmuş olarsan. O zaman yazırıq ki, 3x-in kvadratı vur 2y-in kubu. Birbaşa da vurub yaza bilərsən cavabını. Sonra çıxılsın 3x-in kvadratı, vurulsun 5x, toplansın. 3x-in kvadratını 4-ə vurursan 3x-in kvadrat, vur 4. Bərabərdir, indi hesablasaq. 3x-in kvadratını 2y kubuna vursaq 6x kvadratı y kub, çıxılsın 15x-in kubu, topla 12x-in kvadratı. Baxın bu formada. Bir də mötərizənin mötərizəyə vurulması. Bu zaman birinci mötərizənin hər bir həddi, ikinci mötərizənin hər bir həddinə vurulur. Yəni, baxın, əvvəlcə uşağını vurarsan həm 4-ə, həm də ki, 2a kvadratına. Sonra 7b'nin kvadratını vurarsan həm 4-ə, həm 2a'nın kvadratına. Gəlin vuraq. Deməli, nə edirsən? 3a'nı vursaq 4-ə eləyəcək 12a. Birbaşa yazıram, yəqin bilərsiniz. Sonra 3a'nı vururam 2a kvadratına eləyəcək 6a'nın kubu. A kvadratına a'ya vurduq, 6a kubu. 3'ü də 2'yə vurduq. Sonra çıxılsın indi. 7b kvadratını 4'ə vuranda 4 dəfə 7, 28b kvadratı. Sonra 7b kvadratını 2a kvadratına vursaq mənfi. Təsiri toplama olacaq. Olur. 2 dəfə 7, 14 a kvadratı, b kvadratı. Baxın, bu formada tapmış oluruq. Çoxhədlinin vurğulara ayrılmasından danışaq. Bunun bir neçə qaydası var. Qruplaşdırma üsulu. Burada nə edirik? Buna aid bir misal yazaraq göstərək. 3x-in kvadrat toplansın 6x kvadrat, çıx xy, çıx 2y. Burada nə edirik? Deməli, 3x-in kvadratla xy qruplaşdırırıq, 6x kvadratla 2y qruplaşdırırıq. Və burada baxın, 3x-in kvadratla xy-dən ortaq x-i çıxarsaq qalır 3x çıxılsın y və toplansın. Baxın, indi buradan və buradan biz ortaq vuruq 2-ni çıxarda bilərik. 2-ni çıxarsaq qalır 3x minus y. Sonra baxırsan ki, 3x minus y hər ikisində ortaq var. Həm burada, həm burada hər iki toplananda var. O zaman 3x çıx y çıxartdığın mötərizə xaricinə qalmış olur ki, x plus 2. Yəni, bu formada vurğulara ayrıldı. Növbəti hədd əlavə edib çıxma üsulu var. Burada nə edirik? A üstü 4 toplansın a kvadrat plus 1 var. Baxıram ki, əgər burada 2a kvadrat olsaydı, bu bizə a kvadrat plus 1-in mötərizə kvadratının açılış formasını verərdi. Yoxdur, amma özümdən əlavə edə bilərəm. A üstü 4 toplansın a kvadrat. Toplansın a kvadrat yazıram. Plus 1. Özümdən toplansın a kvadrat yazdığım üçün özümdən də bir dəfə çıxmalıyam. Çıx a kvadrat yazıram. Yenə yəni ki, bunlar gedər. Yenə misal dəyişilməz. Özü qalar. İndi burada alınır a üstü 4 toplansın 2a kvadratı, topla 1 çıxılsın a kvadratı. İndi baxın, bu hissə bizə vermiş olur ki, a plus 1-in mötərizə kvadratını. Daha doğrusu a kvadrat plus 1-in mötərizə kvadrat, çıx a kvadrat. Və sonra nə edə bilərik? Bunu da müxtəsərlə, baxın, bunun kvadratı çıxılsın, bunun kvadratı var. Bir dəfə onların toplaması, bir dəfə çıxması olur. A kvadrat plus 1 minus bir dəfə a yazarıq. Bir dəfə də a kvadrat plus 1 plus a yazmış olarıq. Baxın bu formada. Adətən misalların həllində, cavablarda, variantlarda a'lar yan-yana yazılır. Baxın belə a kvadrat çıx a plus 1 və a kvadrat plus a plus 1. Bu formada tapılır. Növbəti baxaq. Köşlərdən istifadə etməklə kvadrat üçhədlinin vurğulara ayrılması var. Bunu necə edərik? Kvadrat üçhədlinin köşləri x1 və x2 olarsa, o zaman
Baxın, ax kvadratı toplansın bx toplas c bərabərdir. Belə vurğulara ayrılır. A vurulsun x minus x1, x minus x2 formasında. Əgər çevrilmiş kvadrat tənlikdirsə, yəni ki, x kvadrat topla px toplansın q bərabər dağılır. Elə x minus x1, x minus x2 formasında vurğulara ayrılır. İndi baxın burada bunu necə vurğulara ayırarıq. Viet teoreminə əsasən Viet artıq kvadrat tənliklər mövzusundadır. Onu da kvadrat tənliklər dərsini izah edəndə bir də izah edərəm. Burada bir dəfə də deyək ki, çevrilmiş kvadrat tənlik nə deməkdir? X-in kvadratına əmsal 1 olarsa, bir də ki yazılmır. O zaman buna çevrilmiş kvadrat tənlik deyilir və burada köklərin cəmi, yəni ki, x1 toplansın x2 bizə verməlidir. İkinci həddin əmsalının əksini, yəni ki, 2 verməlidir. Bax, bunun əmsalının əkisini verməlidir. Burada mənfi 2-dir. Əmsalının əkisi müsbət 2 vermiş olur. Köklərin hasili x1 vurulsun x2 isə sərbəst həddi verməlidir. Mənfi 15. Onda düşünürsən, köklər nə ola bilər ki, cəm 2 versin, hasil isə mənfi 15 vermiş olsun. Onda 5 ilə mənfi 3 olar. 5 ilə mənfi 3-dürsə köklər, yəni ki, x1 tutaq ki, mənfi 3, x2 də 5 olsun. Həqiqətən bunları vuranda mənfi 15, toplayanda 2 vermiş olur. Onda vurğulara ayırsaq x plus 3, mənfili mənfi təsiri, baxın, x minus x1 olur. X minus mənfi 3, mənfili mənfi təsiri plus 3 oldu və x minus 5 formasında vurğulara ayrıldı. Bu da belə. Növbəti tam kvadrat ayırma üsulu var. Baxın burada. X-in kvadrat çıxılsın 2x, y var. Əgər burada toplansın y kvadrat olsaydı, tam kvadrat ayrılardı. Onda biz belə edərik. X-in kvadrat çıxılsın 2x, y, toplansın y kvadrat yazdım. Onda çıx 4y-in kvadrat yazıram ki, yenə bu hissə bizə minus 2y-in kvadratını versin. Bir şey dəyişilməsin. Bu da bərabərdir. İndi baxın, bu rənglədiyim hissə, baxın bu hissə. Bizə verəcək ki, x çıx y-in mötərizə kvadratını, x çıx y-in kvadratı çıx 4y-in kvadrat. 4y-in kvadratını da 2y-in mötərizə kvadratı yaza bilərəm. Bu da bərabərdir. Alınır x minus y minus 2y və x minus y plus 2y. Bu da bərabərdir. Biraz sadələşdirsəm x minus 3y, x plus y formasında vurğulara ayrılmış oldu. Növbəti əmsalların vurğularından istifadə edərək vurğulara ayırma üsulu var. Bu üsul necədir? Baxın, 3x-in kvadratı nə deməkdir? 3x vurulsun x deməkdir. 3x x-ə vuranda bizə 3x-in kvadrat verir. Mənfi 3y kvadrat isə y-i mənfi 3y-ə vuranda bizə mənfi 3y kvadrat verir. Amma onları elə alt-alta yazmalısan ki, çarpaz vurub toplayanda, baxın, çarpaz vurub toplayanda bizə bu mənfi 8x-y verməlidir. Ona görə onları doğru formada alt-alta yazmaq olar. Məsələn, mən mənfi 3y yuxarıda, y aşağıda yazıb çarpaz vursam, mənə mənfi 8x-y verməyəcəkdir. Ona görə bu formada, doğru formada dəyişib, doğru formada edib yazmaq lazımdır. İndi həqiqətən çarpaz vurub mənfi 9x-y toplansın x-y. Çarpaz vurub toplasam mənfi 8x-y, yəni ki, ortadakını vermiş oldu. Onda deməli doğru yoldayım. Bu zaman, baxın, bunları bu doğru formada, düz formada götürüb yazırıq ki, vurğuları 3x plus y, bunun qabağı müsbətdir. Bir də x minus 3y alınır. Bu formada vurğular ayrılır. Hər 5 üsuldan misala uyğun istifadə etmək olar. Çoxhədlinin çoxhədliyə bölünməsi ilə bağlı bir misalın izahına baxaq. Deməli, 3x-in kvadratı çıx x minus 2 çoxhədlisinin vurğularından biri x minus 1 olarsa, digərini tapın. Bunu çoxhədlinin çoxhədliyə bölünməsi ilə də tapa bilərik. Məqsəd çoxhədlinin çoxhədliyə bölünməsini göstərmək olduğu üçün bu yolla göstərirəm. Fərqli formada da vurğulara ayıra bilərik əlbəttə ki. İndi baxın burada 3x-in kvadratı çıx x minus 1-ə bölünər 3x dəfə. 3x-i vuranda x minus 1 alınır 3x-in kvadratı. Çıxılsın 3x. İndi bunları tərəf-tərəfə çıxarıq. Adi bölmədə necə edirik o formada. Mənfi x-də mənfi 3x çıxanda 2x qalır. Çıx 2. 2x-i çıx 2-dəki 2-ni aşağı endirdik, bildiniz. 2x çıx 2-dəki x minus 1-ə müsbət 2 dəfə bölünür. Plus 2 yazırıq. Vuranda x minus 1-ə 2x minus 2 alınır.
Deməli, vurğularından digəri də 3x plus 2 alınmış oldu. Deməli, 3x-in kvadrat çıx x minus 2 bərabərdir yaza bilərik ki, x minus 1 vurulsun 3x plus 2 formasında. Baxın, belə rasional ifadələr mövzusunu tam izah etmiş oldum. Nümunə misallarla dim test toplusundan və s. götürülmüş nümunə misallarla izah etmiş oldum. Ümid edirəm ki, izah sizə tam aydın oldu və faydalı oldu. Zəhmət olmazsa kanala abunə olun və bəyənin ki, növbəti izahların davamı gəlsin. Sağ olun.